Kiçik Fərid rəngləri çox sevirdi. O hər gün müxtəlif rənglərdə şəkillər çəkir. Ən sevdiyi rəngləri seçməyə çalışırdı. Amma bir gün çox qəribə bir hadisə baş verdi. Axşam yatanda Fərid öz rəng qutularını düzəldib gözlərini yumdu. Səhər gözlərini açanda isə tamam fərqli bir yerdə olduğunu gördü. O, sehirli rənglər diyarına düşmüşdü. Bu diyarın ağacları qırmızı, çayları göy, səmaları isə bənövşəyi idi. Quşlar isə öz rənglərini dəyişə bilirdi. Fərid isə bu gözəlliklərə heyran qalmışdı. Birdən o, yanında ağlayan bir qız gördü. "Niyə ağlayırsan?" deyə soruşdu. "Mənim adım Nərgizdir. Mən burada rənglər mələyiyəm. Amma fırçamı itirmişəm. Əgər onu tapa bilməsəm, bu aləm tədricən rəngsiz qalacaq." Fərid düşündü və ona kömək etməyə qərar verdi. O meşəyə tərəf getdi və bir dovşana rast gəldi. "Salam dovşan qardaş, sən fırçanı görmüsən?" Dovşan qulaqlarını tərpədib dedi. "Bəli, onu tilsimli bir dağın başında bir bayquş saxlayır." Fərid dərhal dağa tərəf yola düşdü. Orada ağıllı bir bayquş onu gözləyirdi. "Əgər fırçanı istəyirsənsə, mənim bir sualıma cavab ver. Dünyanın ən güclü rəngi hansıdır?" Fərid bir az düşündü. "Qırmızı, mavi, sarı. Yox, axı onların hamısı gözəl idi." Sonra isə o gülümsədi və dedi: "Ən güclü rəng sevgi və dostluğun rəngidir. Çünki sevgi olmasa heç bir rəngin mənası olmaz." Bayquş başını tərpədib gülümsədi və fırçanı Fəridə verdi. O fırçanı Nərgizə qaytardı və sehirli rənglər diyarı yenidən canlandı. Birdən Fərid gözlərini açdı və yenidən öz yatağında olduğunu gördü. Amma masasında balaca bir fırça parlayırdı. Bu sadəcə yuxu idimi, yoxsa sehirli bir macəra? Əziz dostlar, bugün növbəti nağılımızın sonuna gəldik. Bizi izləməyə və bizim kanalımıza abunə olaraq bizi dəstəkləməyə hər zaman davam edin. Növbəti nağıllarda görüşənə qədər. Hələlik.